Bu sözü mən deyirəm, gətirin, işləyək, göstərin. Salam əziz dostlar, Əziz Usta TV səhifəsinin izləyiciləri, hər birinizi xoş gördük. Əziz dostlar, gözəl insanlar, layihəmizin növbəti qonağı öz işinin peşəkar dam ustası Qurban Usta oldu. Canlı yayımımızda izləyicilərimizin və bizim ünvanladığımız bir çox sualı cavabladı. Siz hal-hazırda Qurban Ustanın ən ucuz və itkisiz başa gələ biləcək dam modeli hansıdır sualına verdiyi cavabı izləyəcəksiniz. İzləyərkən rəy yazmağı, bəyənməyi, takib eləməyi unutmayın. Sizə xoş izləmələr. Ən ucuz başa gələn və itkisiz dam modeli. Fronton dam deyəndə o dədə-baba qaydasından balıq beli deyirdilər. Sonra dedilər kitab şəkilli, amma usta dilində bu frontondur. Yəni iki skatlı dam. Bir sağa, bir sola əyimi olan damlara fronton deyilir. Bu damın itkisi olmur. Yəni necə olmur? Götürsək ki, biz bu damı evi 12-nin 9-a, tam 12 yox da 11.90-ın 9-a götürsək bu damı, o damda heç nə kəsilməyəcək, heç nə atxoda getməyəcək, heç bir itki olmayacaq. Yəni, bu sözü mən deyirəm, gətirin, işləyək, göstərin. Deməli, orada tam dam örtüyü vurulur, metrovka alınır, gətirilir, birbaşa qoyulur üstünə. Navalçadır. 3 dənə 4 metrəlik alınır, hərəsinin 3 cm, 3 cm bir-birinə keçə-keçə gedir. Bu da elədir 11.90. Altının karnizidir yenə 2 metrə ilə gəldi, 11.90-da tamamlandı. Hər bir şeyi, yəni orada nə artıq, nə əksi heç nə qalmır. Fronton damlar və ölçüsü 11.90-ın, 11.80-in 9 yarıma 10 metrə olan damlarda raskod olmur. Kitab şəkilli olarsın. Raskod olur, belə pulunu verib alırsan. Sadəcə daha elə bir ki, itki olmur.